Salam uşaqlar, hər vaxtınız xeyir. Biz sizinlə bu günlərim 9 mart 2025 buraxılış imtahanı riyaziyyat suallarına birlikdə baxırıq. C variantıdır bu. Birinci suala baxıram. Deyir, şəkər çuğundurundan onun kütləsinin 20% qədər şəkər alınır. 80 ton şəkər çuğundurundan neçə ton şəkər alınır? Yaxşı. Bizə uşaqlar keçdiyimiz kimi nə demişdim? Əsas üsul demişdim. X vurulsun. A faiz bölünsün 100 bərabərdir S üsulundan gedirəm. X-in yerinə yazıram 80 vurulsun. A-nın yanına yazıram 20% bölünsün 100 bərabərdir S-ni indi tapmalıyıq. Bu sıfırlar getdi, ixtisar 8-i vurdum 2 elədi 16. Deməli 16 ton. Yəni Y variantı. Cavabımız E variantı 61-ci sualda. 62-ci suala fikir verək. 62-ci sualda bizə nə verib? Verib Y-in hansı qiymətlərində bu ədədləri ədədi silsilənin ardıcıl hədləri olar? Birinci nə edirsiniz? Ardıcıl hədləri olması üçün tutaq ki, əgər 2, 4, 6, 8 deyirəmsə, məsələn, bu nə deməkdir? Hər bir ədəd o birisindən 2 vahid fərqlənir deməkdir. Bu ədədi silsilədir. Bizdən bunu istəyir. Götürürəm bir yerinə qoyuram. Baxın, burada 2-ni yerinə qoyuram. Bir dəfə gətirəm 2-ni yerinə qoyuram. Bura 0 elədi. Bu birisi hissə neynədir? 3-dən 2 çıxdım 1 elədi. Bu birisi hissə neynədir? 6-dan 2 çıxdım. Elədi 4. Yaxşı. Bu 0, 1, 4 necə alındı ki? Yaxşı, 0-ın üstünə 1 gəldi. Sonra niyə 3 gəlib 4 alıb? Deməli bu səhvdir. Bu ədədi silsilə deyil. A variantı çıxdı. Sonra D variantına baxıram. -1 və 5. Birinci -1 götür. -1 yaxşı. -1 çıxılsın 2. Elədi neçə? -3. Birinci ədəd oldu -3. Sonra 3-dən çıxıram -1-i, bu müsbət 4 elədi. Yaxşı. Və 6-dan da -1 çıxdım, elədi 7. Bu necə elədi ki? Bir dəfə 3-dən, -3-dən 4-ə gəlmək üçün bunun üstünə 7 gəliblər. -3-ün üstünə 7 gəliblər, düzdürmü? Amma 4-dən 7-yə keçəndə isə müsbət 3 gəliblər. Yəni 4-ün üstünə 3 gəliblər. Amma ədədi silsilə bizə nə istəyir? Eyni qədər fərq istəyir. Əgər birindən birinə keçəndə 7 vahid fərqlənirsə, o birisi də 7 vahid olmalıdır. Bir dəfə 3, bir dəfə 2, bir dəfə 4 yox. Amma C variantına baxın. C variantına Y-in yerinə gətirəm 1 yazıram. Y minus 2 bərabərdir 1 minus 2 eləyər nə? -1. Sonra 3 minus 1 neçə eləyər? Deməli 2. 6 minus 1 neçə eləyər? 5 eləyər. Uşaqlar, -1-in üzərinə 3 gələndə 2 alınır. 2-nin üzərinə də 3 gələndə 5 alınır. Deməli bu doğrudur. Baxın, -1, 2, 5. Yəni bu da həqiqətən də ədədi silsilədir. Görürəm də. Çünki hər biri bir-birindən 3 vahid fərqlənir. İndi gətirirəm o birisinə baxıram. 5-ə baxıram. Bəlkə səhvdir. Gətirirəm 5-i qoyuram yenə. Baxım alınır ya yox. Yenə 5-dən bu səfər 2 çıxıram. Y-in yerinə 5 qoyuram. Elədi 3. 3-dən 5 çıxanda müsbət -2 eləyirəm. Modulda olduğuna görə müsbət 2 çıxır. Sonra 6-dan 5 çıxanda qaldı 1. Baxın, hərəsinin üstünə -1 gəlib. Yəni ki, 3-dən 1 çıxıb, 2-dən 1 çıxıb, belə 1 çıxa-çıxa gedəcək. Vəsə. Deməli, həqiqətən həm o birisində 1 qoyanda bir-birlərindən 3 vahid fərq verirlər, amma 5 qoyanda bir-birlərindən -1 qədər fərq verirlər. Deməli, bu 2 ədədi qoyduqda, yəni 1 və 5-i qoyduqda ədədi silsiləmiz əmələ gələcək. Deməli, 62-ci sualın cavabı elədi C variantı. Yaxşı, sonra 2 kürədən deyir ki, birincisinin həcmi ikincisinin həcmindən 27 dəfə böyükdür. Bunu çox belə deyim də, deyir ki, filan belə deyim də. Hə, bu bundan 27 dəfə həcmdə böyüksə, deməli sahədə də böyük olacaq. Xeyr, səhv fikirdir. Tutaq ki, V1 bölünsün V2 yazıram. Bir-birlərindən 27 dəfə fərq verirlər. Yəni biri o birisindən 27 dəfə böyükdür. Bu nəyə oxşayır? K kubu, yadınızdasa oxşarlıqda deyirdimi? Həcmlərin nisbəti K kubudur, amma sahələrin nisbəti nə idi? K-nın kvadratıdır. Biz də K kubunu bilirik 27. Yəni neçədir
K. Bir dənə K'mız neçədir? 3'dür. Gətirib K'nın yerinə 3 yazsam neçə eləyəcək? 3'ün kvadratı neçə? 9. Deməli 27 yox. Bunu yazan da 27 yazır. Neçə imiş? 9 imiş. Cavabımız sən demə 9 imiş. Всё. Oxşarlıqla yəni ki, həll elədik, tapdıq. Bunun yəni düsturu açılış şəklində də yazıb tapa bilərsən. Məsələn, V falan, V həcm buna bərabərdir. Nə bilim, V1 buna bərabərdir, V2 buna. Radiusları saxlayırsınız, sonra yenə ixtisar yaparsınız. Elə gedə bilərsiniz, amma bu daha rahat üsuldur. Burada 25 çıxılsın 5A var. 25 nə deməkdir? 5 vurulsun 5 deməkdir, düzdürmü? 5 vur 5 çıxılsın 5A. Bu 5-in mötərizə xərcini çıxarsanız nə qalar? 5 çıxılsın nə qalar? Всё. Hər ikisində olanı ortağa çıxartdım mötərizənin xərcini, qaldı A variantı. Hələ ki, yəni rahat suallardır. Çətin bir sual görməmişəm. Hələ ki, gedirik belə. Bir dənə aşağıdakı bu həcm söhbəti, o da ki, yəni baş qarışdırıcıdır, amma o qədər, o dərəcədə yox. Yaxşı. Diaqonalların sayı. Diaqonal sayı düsturu bilməliyik biz birinci növbədə. Diaqonalların sayı 9 olan qabaq çoxbucağın tərəflərinin sayını tapın. Ümumi diaqonal sayı çoxbucaqlıda n vurulsun n-3 bölünsün 2 deməkdir. Daha doğrusu düsturu budur. Düsturu bilməklə tapacağıq biz burada. Və deyir ki, diaqonalları isə 9'dur. Yəni bu ifadə 9'a bərabərdir. Buradakı n də çoxbucaqlının tərəfidir. Tərəfinin sayıdır. Biz onsuz n tapmalıyıq da. Yaxşı. Nə yazam burada heç nə? Deməli, yazıram. N'in yerinə 6 olacaq da elə. Hədə niyə hesablayıram? Gətirin yerinə qoyun. N'in yerinə 6 qoyuram. 6 vurulsun 6 minus 3 bölünsün 2 bərabərdir. 6 vurulsun. Altdan 3 çıxdım. 3 elədi. Bölünsün 2'yə bərabərdir. Bu 2 ilə bu 3 çıxdılar getdi qaldı. 3 dəfə 3 9. Всё. Deməli mənim çoxbucaqlımın tərəfi 6 imiş. Yəni 6. Tərəfin sayı daha doğrusu. Santimetrin uzunluğunu demirəm. Tərəfin sayıdır. O da elə də 6. Yaxşı. Baxın, sinus kosinus söhbəti. Mən sinus kosinus daha çox daha belə çətin gözləyirdim bu trigonometrik tənlizadə, amma çox asan düşdü. Niyə? Deyir, sinus x bərabərdir a çıxılsın 1 bölünsün x, a çıxılsın 1 bölünsün 2 tənliyinin həlli var. Deyir, A'nın hansı parametrində bu tənliyin həlli var. Siz də bilirsiniz ki, sinus x'dir, kosinus x'dir. Bunlar -1-lə 1 arasında qiymət alırlar. Yəni -1-dən yuxarı, aşağı, müsbət 1-dən yuxarı ədəd almırlar. Deməli bu a çıxılsın 1 bölünsün 2 bir dəfə ən maksimum -1-ə bərabər ola bilər. Bir dəfə də a çıxılsın 1 bölünsün 2 ən maksimum 1'ə bərabər ola bilər. Всё. Burada da ən minimum, burada isə ən maksimum. A çıxılsın 1 bərabərdir. 2-ni -1'ə vurdum. -2. A'mız neçə elədi? -1 keçirdim bu yana. -2-dən -2-nin üstünə müsbət 1 gəldim. Elədi -1. Burada A çıxılsın 1 bərabərdir 2'yə. A'mız neçə elədi? 3. Deməli, bizim A'mız -1-lə 3 aralığında qiymət alsa, bizim o tənliyimizin həlli var. Yəni, -1-lə 3 düzdədir. -1-lə 3 aralığında, bəli, B variantı. Əgər səhv hesablamadımsa, bu cür olmalıdır. Bir də. Всё, B variantı. Cavabımız B variantı. Sonra bu səhifə getdi. Digər səhifəyə keçid aldıq. 67-ci sual. 67-ci sualda deyir ki, kəsişməsi boş olmayan, yəni ki, bunların A ilə B çoxluğu verilir və bunlar boş deyirlər. Yəni ki, kəsişməsi, bunların ortaqları müəyyən qədər var. Deyir, A-dan B-ni çıxanda burada 6 dənə ədəd var. B-dən də A-nın ümumiyyətindən çıxanda burada 4 dənə ədəd qalır. Deyir, bəs bunların cəminin ən kiçik qiymətini tapın. Cəminin ən kiçik qiyməti nə deməkdir? Baxın.
Bir var, deyirsiniz ki, bunlar kəsişmirlər. Bir də var axı deyir öz ağzı ilə deyir ki, bunlar mütləq kəsişirlər. Deməli, azı, ən az baxanda bunların bir dənə də olsa nəyi var? Kəsişdiyi, yəni ortaq olduğu bir ədədləri var. Nəyə görə? Deyir ən azı, ən kiçik qiymətini tap. Ona görə mən burada bir dənə ədəd sayıram. Bunların kəsişməsində bir ədəd var deyirəm. So, nə edirəm? Düsturla n, a, birləşmə b bərabər. Düsturla gedirəm. Düstur hansı düsturdur? N, a çıxılsın b, üstə gəl. MB çıxılsın a, o da üstə gəl. N, a ilə b-nin kəsişməsi. Bitdi. Deməli, n, a ilə b-nin cəmi bərabərdir. N, a çıxılsın b-ni verib neçə 6? Üstə gəl. NB çıxılsın a neçə vermişdi? 4. Amma biz onların kəsişməsində ən azı 1 dedik buna. Çünki 1-dən az ədəd, yəni 1 belə deyim də, sayca 1-dən aşağı ədəd yoxdur. Yəni həmçində deyir ki, adı nədir? Bunların kəsişməsində ədəd var. Amma deyir ki, bu a üstə gəl b, deməli a-nın a ilə b-ni toplayanda alınan elementlərin sayı ən balaca olsun. Yəni görürəm ki, bunlara deyirəm ki, ən azı bunların bir dənə ortağı olar. Södə, ən azı. Çünki ən çoxunu deyənmək, ürəyim nə qədər istəsə ən çox deyərəm burada. Yazaram burada, qeyd edərəm. Ürəyim nə qədər istəsə. Ən azı bizə lazımdır. Ona görə 1 deyirəm. 1-dən aşağı artıq qiymət vermək olmur. Əgər 0 desəm, deməli bunların ortağı yoxdur. Amma deyir axı ortağı var. Всё. Bu elədir. 6 üstə gəl. 5, 11. Cavabımız elədir C variantı. Yaxşı. Sonra. Deyir ki, perpendikulyar müstəvinin birindən 2 dənə perpendikulyar müstəvinin birindən 2 dənə müstəvi çəkirəm deyə 2 dənə belə düz xətt çəkirəm. Ən gözəli bu düz xəttdir. Çəkdim, perpendikulyardır bunlar. Müstəvinin deyir birindən 2 sm, digərindən isə 4 sm məsafədə yerləşən nöqtədən bu müstəvilərin kəsişmə nöqtəsi xətti nə qədər olan məsafəni tapın. Bəs deyərsiniz bu nə şeydir? Bəs kəsişmə nöqtəsinə qədər olan məsafə nədir? Amma baxanda yəni biraz məntiqli sayılır. İzah edəcəm necə. Birinci növbədə 2 dənə nə çəkdik? Müstəvi çəkdik. 2 dənə. 2 dənə düz xətt yəni. Müstəvi dedik, 2 dənə düz xətt çəkdim. Çox belə wow deyiləcək bir şey deyil yəni. 2 dənə müstəvi çəkdim. Nə edəcəm bəs burada? Deyir birindən 2 yəni bir dənə nöqtə götürürəm. Bu deyir bu müstəvidən 2 metr məsafədə tutaq. 2 metrdə 2 sm məsafədədir. Amma o birisindən isə 4 metr məsafədə, 4 sm məsafədədir. Deyir ki, bu 2 dənə müstəvinin kəsişmə hissəsi haradır? Buradır da, bu nöqtədə. Buraya qədər olan məsafəni tap. Yəni nəyi tap? Diaqonalı tap. Dördbucaqlının diaqonalını səndən istəyir. Всё. Bura 4, bura 2. Diaqonalı necə tapırdıq? Pifaqor teoremi ilə d kvadratı bərabər 4-ün kvadratı üstə gəl 2-nin kvadratı. D bərabərdir. Deməli, kökün altında 16 üstə gəl 4 neçə elədi? Kökün altında 20. D-nin özü neçə elədi? 20 nə demək? 4 vurulsun 5 deməkdir. 4-dən 2 çıxdı, qaldı 2 kök altında 5. Cavab eləmədi 2 kök altında 5 D variantı. Elə bir ki, düzbucaqlı idi. Düzbucaqlının diaqonalını tapdıq. Çox çətin bir şey deyildi. Sonra deyir 69-da, aha. Deyir ki, ifadəsinin qiymətini tapın. Bunları bir dənə kökün altına yaza bilirdim. Niyə? Çünki kök altı ifadələrdə vurma, bölmə olanda eyni kökün altında yaza bilirdi. 11 üstəgəl kök altında 21. Aha. Bu da nəyə oxşadır? A çıxılsın B vurulsun A üstəgəl B. Yəni A kvadrat çıx B kvadrat düsturu. Kökün altında 11-in kvadratı çıxılsın 20, kök altında 21-in kvadratı elə 21 verir. Bu nə verir? 11-in kvadratı bizə nə verir? 121 çıxılsın 21 nə verdi bizə? 100 və 100-dən kökünə çıxır 10. Cavabımız nədir? 10. E variantı.
70-ci sual. 70. Deyir ki, x iştirak bərabərdir x üstəgəl 4. Y iştirak isə bərabərdir y üstəgəl 1. Düsturu ilə, baxın, düsturunu özü sizə verib burada. Verilən paralel köçürmədə filan nöqtəsi hansı nöqtəyə keçər? Birinci növbədə yazsın. -3, 2 nöqtəsi. Çox sadə bir misaldır. X-i -3 verib. -3-ün üstünə 4 yazırsan. Düsturu tətbiq edirsən. Baxın, x üstəgəl 4. Yəni -3 üstəgəl 4 neçə elədi? Tutaq ki, B nöqtəsinə keçib. Hər hansı B nöqtəsinə. -3-ün üstünə 4 gələndə müsbət 1 eləyir. Y-də isə yazıb y üstəgəl 1. Deməli, y-im nədir burada? 2-dir. 2-nin üstünə 1 gələndə 3-dür. Deməli, mənim A nöqtəm B nöqtəmə B1, 3 nöqtəsinə keçər. Yəni ki, C variantı. Burada uşaq təbii ki, -1-i görməyib ya gözündən qaçıb nə olub? -1-i seçib, amma səhvdir C variantı. Sonra 71-ci sual loqaritma da çox gözəl düşüb, çox asan düşüb. 71-ci sualda verib loqaritma 2 əsasından 14-ün kvadratı çıxılsın 10-un kvadratı bölünsün 24 bərabərdir. Loqaritma 2 əsasından 14-ün kvadratı çıxılsın 10-un kvadratı nə deməkdir? 14 çıxılsın 10 vurulsun 14 plus 10. Yəni A kvadrat çıx B kvadratın üstünün açılışı ilə yazıram. 14 minus 10 vurulsun 14 plus 10. Baxın, fikir verirsə 14 plus 10 nə deməkdir? 24 deməkdir. Aşağıda da 24 var. Ona görə bunlar getdi ixtisar. Bu hissədə qalır loqaritma 2 əsasından 14-dən də 10 çıxdın qaldı 4. 4-ə nə kimi yazacağam mən? 2-nin kvadratı kimi. Və bu 2 qabağa keçir olduğu kimi loqaritma 2 əsasından 2 də elə 1 deməkdir. Deməli 2 vurulsun. 1-də neçə elədi? 2. Cavabımız elədi 2. C variantı. Cevabımız elədi 2. Sonra indi gəldi hansı suala? Deməli 72-ci suala baxaq. 72-ci suala baxaq. Nə verib bizə? Verib ki, cədvəldəki ədədlərin hansı hissəsi irrasionaldır? Uşaqlar, irrasional ədədlər hansıları idi ümumiyyətlə? İrrasional ədədləri gəl seçək də. Nə var bunda? Birinci irrasional ədədləri seçirəm. Birinci növbədə dövr edənlər. Baxın. Dövr ki var, deməli irrasional deyil. Dövr onluq kəsirdir. Mən onu görə bunu götürmürəm. Yəni dövr olmamalıdır. Ancaq dəfələrlə fərqli ədədlər çıxmalıdır ortaya. Dövr yox. Məsələn, pi ədədi dövr eləyir? Yox. Deməli, pi nədir? İrrasionaldır. Kök altında 3 irrasionaldır. Kök altında 9-dan 3 çıxır, olmaz. Amma kök altında 2 irrasionaldır. Niyə? Təkrar olunan ədəd yoxdur. Amma burada təkrar olunan ədəd var. Burada təkrar olunan ədəd var. Amma burada yenə yoxdur. Kökün altında 5-dən 1 tam, 2 tam neçəsə çıxır. Amma hər dəfə başqa ədəd öz yerini tutur. Amma 1 tam onda 1 tam dövrdə 6 isə belədir. Baxın, 1 tam 6, 6, 6, 6, belə gedir. Amma bu 6, 6 olmamalıdır. Məsələn, belə olmalıdır. 6, 5, 3, 2. Yəni, hər dəfə fərqli ədədlər yer almalıdır. Ona görə bu irrasional deyil. İrrasional olanlarsa baxın. 3 ilə 4 də bir-birinə tam bölür. 3-ü 4-ə böləndə elədi 0,75. O, harası irrasionaldır ki? İrrasional odur ki, bunun sonu olmasın. Ancaq uzansın. Bunun sonu elə getsin. Amma təkrar da olunmasın. Ona görə nə alınır bu? -5 ilə 6 heç nə olduğumuz, bildiyimiz tam ədədlərdir.
Bu yenə dövrüdür. Bu kök altda 9-dan da yenə 3 çıxır. Nə qaldı? 1 dənə, 2 dənə, 3 dənə, 4 dənəm neçədir? Adı nədir? Mənim 4 dənəm irrasionaldır. Deyir, bəs bu cədvəlin hansı hissəsini təşkil edir irrasional ədədlər? Görəm neçə dənə ədəd var? 10 dənə ədədim var, düzdür? 10 dənə ədəddən 4-ü neçədir? İrrasionaldır. 4-də 10-a bölünür 0,4 elədir. Deməli, B variantı. Cavabımız elədir B variantı. Bitdi. Bu səhifədə belə getdi. 73-cü suala baxıram. 73-də nədir? Əlbərbəsinin ən böyük və ən kiçik tam əllərinin. Birinci növbədə bu x 6-dan 1 balaca ədədi hansıdır? 5-də. Yəni maksimum bu 5 ala bilir x. Tam ədəd olaraq. 5,2 ala bilər, 5,9 ala bilər tutaq ki. Amma mənim tam ədəd istəyir. Tam olsun. Onluq olmasın. Tam. Bir 5'də, bir də mənfi 5'dir. Niyə? Mənfi 5,3-dən də mənfi 5 böyükdür də ona görə. Şurada ən kiçik mənfi 5 ala bilir. Ən böyük də müsbət 5 ala bilir. Bunların da hasili eləyir mənfi 25. D variantı. Düz idi bu. Sonra nə deyir? Deyir, qoşma kompleks ədədləri olarsa, həqiqət ədədlərin cəmini, x və y ədədlərinin deyir, cəmini tapın. Birinci növbədə nə deyir? Bunlar deyir, qoşmadırlar. Bəs qoşmadırlar deyəndə nə yadımıza düşür uşaqlar? Yəni ki, aralarında bir dənə mənfi ilə fərqlənir. Yəni biri A üstünə gəl B idisə, o biri A çıxılsın B idi. Qoşma bu deməkdir. Birinci imtahanda da yenə qoşma söhbəti olmuşdu, yadımdadır. Demişdi A üstə gəl B-yi tutaq ki, bunun qoşmasını tap, A çıxılsın B-yi. Yaxşı. Birinci növbədə bu i üstü 5'i açıram. i üstü 5 nə deməkdir? i üstü deməli 4 i üstü 4 vurulsun i deməkdir. i üstü 4 nə verir bizə? i üstü 4 verir mənfi 1 vurulsun i. Mənfi 1 vurulsun i verir. i üstü 5 idi. Aha. Ya elə gətirəcəm, ya da elə bir qalsın bu. i üstü 4 vurulsun i. Aha. Sonra i üstü 35. Bəs bizə nə verir? i üstü 35'i də yazıram. Deməli. Ay bağışlayın, mənfi 1 ilə bitirəm, səhv getdi. i'nin kvadratı mənfi 1 verir. i'nin kvadratı yazıram. i'nin kvadratının kvadratı vurulsun i. Çünki üstü 4'dür bu. Burada elədi mənfi 1. Mənfi 1'in kvadratı müsbət 1'lədir. Bu da i. Всё. Sonra i üstü 35'e baxıram. i üstü 35'də nə deməkdir? i üstü 2 vurulsun. i üstü 2'nin nəyə vurarım? 17'ye. 17. 2'ni 17'ye vuranın neçə nədir? 34 lədir. Vurulsun bir dənə i'miz qaldı çöldə. 2'ni 17 i'nin kvadratına verir bizə mənfi 1. Mənfi 1'in üstündə 17 vurulsun. Bilinən axı 17 təkdir. Tək dərəcədirsə, əgər mənfidirsə, mənfi isə tək dərəcə olanda nə olurdu? Yenə mənfi olurdu. Mənfi 1 vurulsun. i də neçə elədi? Mənfi i. Birim müsbət i oldu, birim mənfi 1 i oldu. Yəni ki, belə. Belə deyim də, yəni ki, z1 bərabərdir 9 minus deməli x i, z2 bərabərdir y minus 6i. Niyə? Çünki i'ni mən mənfi bir i tapdım ona görə. Deyək də, bunları siləm. Ay, səhv getdi. Başımız qarışmasın. Sildim bu hissəni. Sonra aldım belə. Baxın, bunlar bir işarə qədər fərq verməlidir. Ona görə mən x-ə yazacağam mənfi 6. Baxın, bura mənfi 6 düzdür. Amma x-i yeni gətirib mənfi 6 yazanda mənfilər toqquşur, müsbətə çevrilir. Ona görə belə yazıram. Qoşma olduqlarına görə ədədlər bərabərsiz, işarəsi fərqlidir ortasında. Ona görə x-ə mənfi 6 verirəm. Y-də işte 9 deyirəm. Bunların cəmi bəs neçə eləyəcək? 3 eləyir də. Cavab elədi 3.
Sonra aha tangens. Sinüs gördüm, tangens gördüm ya Allah. Sonra hı. Deməli 75-ci suala baxırıq. 75-ci sualda götürürəm. Birinci növbədə bu 4 sinüs kvadratı alfa üstəgəl 4 kosinüs kvadratı alfa ki var. Bunları qruplaşdırıram. Və 4-ün mötərizə xərcini çıxarıram. Qalır 4 sinüs alfanın sinüs kvadratı alfa üstəgəl kosinüs kvadratı alfaya. Bu nə verir? Qıraqda hesablayıram. Onsuz bunların cəmi 1-dir də. Kosinüs kvadratının üstünə sinüsün kvadratını gələndə 1 eləyir. 4-ü 1-ə vurdum, elə 4. Bu getdi bu ifadə. Qaldı bu ortadakı. Baxın, tangens kvadratı alfa üstəgəl 1 eynilik idi. Nə cür eynilik idi bu? Tangens alfanın kvadratı üstəgəl 1 bərabərdir 1 bölünsün kosinüs alfanın kvadratıdır. Yəni ki, belə deyim də, düstur elədi. Qabağında mənfi yazıram, çünki mənfi var bu hissədə. Mənfi vurulsun, 1 bölünsün kosinüs alfanın kvadratı. Sonra qırağında kosinüs alfanın kvadratı vurulması var. Vurulsun kosinüs alfanın kvadratına. Bunlar getdi mi ixtisar? Qaldı mənfi 1. Və 4 qalmış. Düzdürmü? Yazıram 4 çıxılsın 1, o da bərabərdir 3-ə. Sən 2 dənə sualın cavabı ardırdı, maşallah 3'dür. Sonra bu da çox çətin deyildi. Niyə? Eyniliyi bilən insan bunu da bilər. Eynilikləri də əzbərləyibsə bunu rahatlıqla eləyə bilər. 76-cı sualda nə edirəm? 76-cı sualın deməli birinci kəsrin sürəti deməli baxın. Birinci kəsrin sürəti x minus 1'in kubu düsturunun açılışıdır. Aşağıda da götürüb 2x kvadratı minus 2'dən 2'nin mötərizə xərcini çıxaranda qalır x kvadratı minus 1 bölünsün. Bu bir hissədə də nəyin açılışıdır o? X minus 1'in açılışı, kvadratının açılışıdır yuxarıda. Aşağıda da x plus 1 var. Nə edirəm? Mən götürürəm, bərabərləşdirirəm. Birinci hissə heç nə olduğu kimi qalır. X minus 1 bölünsün. X minus 1'in kubu aşağıda 2 vurulsun. Yazıram x minus 1 vurulsun x plus 1. Niyə? Çünki a kvadrat çıx b kvadrat düsturu kimi baxa bilərəm də. Birində onsuz üstünə kvadrat yazsam ədəd dəyişmir ona görə. Vurulsun. Bölmə olanda nə edirdim? İkinci kəsi tərsinə çevirirdim. X plus 1 bölünsün x minus 1'in kvadratı. X plus 1'ler getdi ixtisar. Burada x minus 1'dən 2 dənədir. Burada 3 dənədir. İkisi getdi ixtisar. Amma aşağıda da bir dənə var axı. Bununla da getdi ixtisar. Nə qaldı? 1 bölünsün 2. Cavabımız 1 bölü 2. Yəni neçə eləyər? 0.5 eləyər də. 1 bölü 2 ya da 0.5. Cavab kartında daha çoxu 0.5 yazmamız tələb olunur. 2'də 1 yox. 0,5 yazdılar. Aha. 77-ci suala baxaq. 77-ci sual. Nə verir bizə? Deyir ki, deməli 3 vurulsun 3 vurulsun 5 üstündə x üstəgəl 5x yazıram bunu 5x vurulsun 5 şəklində. Açıram 5 üstü x üstəgəl 1'i açıram. Bərabərdir 200'ə. Bu şəkildə açdım. Sonra götürüb nə edəcəm? Baxın, bu 5 üstü x-dən burada 3 dənədir, burada 5 dənə. Toplayıram da neçə eləyir? 8 dənədir 5 üstü x. Bərabərdir 200'ə. Hər tərəfi 8'ə böləndə 5 üstü x bərabərdir. 8'ə böldüm neçə eləyir hər tərəf? 8'ə böləndə qalacaq 25. X-in neçə elədi? Deməli 2. Yəni 5'in kvadratı neçə verir? 25 verir. Bitti.
Deyir, uyğun tərəfləri paralel olan iki bucaqdan biri o birinin 80%-ni təşkil edir. Ha? Uyğun tərəfləri paralel olan, deməli, iki bucaqdan biri o birinin 80%-ni təşkil edir. Bu cür olanda neynirəm? Yəni ki, belə deyim də, 80% o deməkdir ki, tutaq ki, tutaq ki, x verirəm. X ədədidir. Bu x-in belə deyim də, 10-da 8, 10-da 8, 10-da 8. Yəni ki, 2 dənə bucaqdır. Bu bucaqları bir-birinə böləndə 80% deməkdir. 10-da 8 80% deməkdir. Uşaqlar. Bunu da ixtisara aparanda qalır 5-də 4. Tutaq ki, bu bucaq 4x-dir, bu bucaq 5x-dir. Tutaq ki, da 5x-dir. Bunları toplayıram. Bərabərləşdirəm 180-da. Bu da deyir 9x bərabərdir 180. X də bərabərdir 20-yə. Bu böyük bucağın dərəcə ölçüsü 20 vurulsun 5. Bərabər neçə? 100-ə. Bu şəkildə. Yəni biri o birinin falan hissəsini təşkil edir. Yəni 80%-ni təşkil edir. O deməkdir ki, 8 bölünsün 10. 8 bölünsün 10. Ondan sonra ixtisar aparıram. Apardıqdan sonra da belə bir ifadə alındı. Deməli, mən böyük bucağımın dərəcə ölçüsü 100 dərəcəymiş. 78 də belə. Sonra gəldi bu hissəyə. 79-cu sualda bizə nə verib? Verib ki, akt zalında hər sıradakı yerlərin sayı sıraların sayından 8% çoxdur. Bu zaldakı yerlərin ümumi sayı bu qədər olarsa sıraların sayı. Birinci növbədə x sıra var. X tutaq ki, sıra var. X sıra. Bir sırada da nə qədər var? Sıra sayının üstünə 8 gəlirəm. Sıra sayından 8% çoxdur çünki. Sıra nədir ki? Bu zalda yerlərin ümumi sayı bu qədər olarsa sıraların sayını tapın. Heç nə, bunları bir-birinə hasili. Sıra sayının yerlərin sayına hasili bərabər nə olmalı? Elə bir ki, sətri sütuna vururam. Məsələn, belə deyim də, normalda dəftərin vərəqinin üstündəki o damadamaları saymaq üçün dinləyirsiniz. Deməli, hündürlüyündə nə qədər ədəd varsa, neçə dama varsa, onu vuracaqsınız. Enində nə qədər dama varsa, onun sayını. Bu şəkildə yəni. O məntiqdə gedirik. Bunları bir-birinə vuranda alınmalıdır neçə? 384 alınmalıdır. Bunu da yazanda alınır x kvadratı plus 8x minus 384 bərabərdir 0-a. Kvadrat tənliyə gəlib çıxır. Ya belə yazarıq, ya da heç belə də yazmarıq. Belə uzun getməsin. 8x üstə gəl 16, burada isə yazıram 400. Niyə? Çünki bura 16-nı əlavə elədim. Burada əlavə edirəm ki, yəni çıxmaq olsun. Bu ifadə hansı ifadədir? Alınır x plus 4-ün kvadratı bərabərdir 20-nin kvadratı şəklində, düzdürmü? Təbii ki, bu 20 mənfi də ola bilər, müsbət də ola bilər də. Ona görə belə yazdım elə. Yazdım x üstə gəl 4 bərabərdir müsbət 20, x üstə gəl 4 bərabərdir mənfi 20 şəklində. Təbii ki, x burada mənfi ola bilməz, çünki mənfi qədər sıra olması mümkün deyil. Ona görə bu hissəni götürün. Deməli, x bərabər neçə olur? 4-ü bu bir tərəfə keçəndə 20-dən 4 çıxdım, qaldı 16. Deməli, 16 dənə sıram var imiş. Nə istədi ki? Bu sıraların sayını tap. Bəli. Elədi 16. Başdan bəri başdan mənfisini götürmədim. Çünki mənfi qədər sıra sayı ola bilməz. Bitdi. Elədi cavab 16. Sonra 80-cı suala baxıram. 80-cı sualda bizə nə verib uşaqlar? Verib ABC düzbucaqlısının B təpəsindən AC diaqonalı B-in perpendikulyar çəkilmişdir. A-ım deyir 9-dur. Deyirlər. Buradan bura deyir 9-dur. MC deyir 16 olarsa düzbucaqlının sahəsini tapın. Birinci növbədə
Bu h-dır, düzdürmü? Hündürlüyüdür. Hündürlüyün hansı düsturu vardır? Var axı. H-ın kvadratı bərabərdir ayırdığı hissələrin hasilinə. 9 ilə 16-nın hasilinə. Bu da h neçə eləyir burada? 12. 3 vurulsun 4. Elədi 12. Bu düzbucaqlının sahəsi də baxın balaca burada üçbucaq kanalı var. Bu üçbucağın sahəsini kim hiss eləyəcək? Mən də bu üçbucağın sahəsini bilirəm axı. Üçbucağın sahə düsturlarından biri də hansıdır? Hündürlük vurulsun. Çəkildiyi tərəf neçədir burada? 25-dir. 25, yəni çəkildiyi tərəf bölünsün 2-yə. Düzdürmü? Amma mən bunu 2-yə vururam təzədən. Ona görə bu ikilər ixtisar edir. Qaldı S bərabərdir. H vurulsun A. Mənim H-ım neçədir burada? 12-dir. Tərəfim neçədir? Hansı tərəfə çəkilib? 9 + 16 25. Bərabərdir. Yox, deyil. Hansı düz bucağını deyir? Olarsa düz bucağının sahəsini tapın. Aha. Bəli. Səhv getmədimsə. Hesabımı səhv eləmədim ki. Yo, düzdür. 12 vurulsun 25 eləyəcək 300. 300. Sahəsi 300-dürsə. Bitdi. Sonra maşallah 81-ci suala baxaq. Deyir supermarketdə keçirilən uduş kampaniyası çərçivəsində müştəriyə hər birində 5, 10 və 20 azın dəyərində alış-veriş kuponlarının yalnız biri olmaqla 28 zərf təqdim olunur. 20 azınlıq kuponların sayı 10 azınlıq kuponların sayından 2 dəfə az. 5'lik kuponların sayı isə 16 ədəd azdır. Müştərinin təsadüfi seçdiyi 2 zərfdəki kuponların ümumilikdə 30 azın dəyərində olması hadisənin ehtimalını tapın. Ya Allah. Birinci növbədə 5 azın, 10 azın, 20 azın şəklində parçaladım. 1x isə 10 20-dən, yəni 20x isə 10 20-dən 2x qədər, yəni 2 dəfə fərqlənirdi. 5 isə 16 qədər. Yazdım mı bu şəkildə? Yəni 20-dən 16 qədər çox idi. Özü deyir burada. Sonra nə deyir bəs? Bunların cəmi isə 28 eləməlidir. Nəyə görə? Özü deyir də 28 dənə zərf var. 2x x üstə gəl 16 elədi. 4x üstə gəl 16 bərabər neçəyə? 28-ə. Onda mənim 4x-im bərabərdir 12-yə. X-im neçə elədi? 3. Baxın 3. X-im elədi 3. X-im elədi 3. Deməli, mənə deyir ki, müştərinin təsadüfi seçdiyi 2 dənə zərfdəki. Birinci növbədə mənim ümumi neçə dənə zərfim var? Kombinzon 28 dənə zərfim var. 28 dənədən ikisini seçirəm. Sonra 20 neçə eləyir bu? 20 burada x'in yeni gətirib 3 yazanda 20'lik kuponların sayı 3 dənə eləyir. 10'luk kuponların sayı isə 6 dənə eləyir. Baxın 20 ilə 10'u sadəcə götürə bilirəm. 5'i götürmürəm. Nəyə görə? Çünki deyir ki elə 2 dənə zərf olsun ki o zərflərin cəmi, yəni zərflərin içindəki pulların cəmi 30 eləsin. 20 ilə 10'un cəmi sadəcə 30 eləyə bilər də. Axı burada 5 alınsa 5 x'in yerinə gətirib burada 3 yazanda bu 19 eləyir. 19'u da heç bir cürə yəni bağlamaq olmaz. Ki hə o 30'a çevrilsin, alınmayacaq. Ona görə 10'la 20'ni götürürəm. Burada yazıram. Bu ümumi haldır. Mümkün halların sayı. İndi mən əlverişli halların sayını tapmaq istəyirəmsə, kombinzon 3 dənədən, baxın, 20'lik kuponlardan bir dənəsi lazımdır. İkincisində isə nə olmalıdır? 10'luk kuponlardan neçəsi lazımdır? Bir dənəsi lazımdır. Şə. Bunu da kombinzonla həll eləyirəm. Deməli, kombinzon. Deməli, altdan 1 ilə 3-dən 1 ilə 6 vurulsun 3 deməkdir də.
Qaldı aşağı. 28 demək. Ne dedim mən öz-özümə? Hə. Deməli 28 faktorial vurulsun 27 faktorial. Elə hey bu gedəcək. 27 saxlayıram. Qalınsın 26 faktorial. Aşağıdan nə alınacaq? 28-dən 2 çıxdım. Eləyər 26 faktorial. Vurulsun 2 faktoriala. Bu 26 faktoriyalar getdi. Bu ikilər də bununla gedəcək. Bu da qaldı 14. Bərabərdir. 3 vurulsun 6 bölünsün 14 vurulsun 27-yə. Bu 3 buradakı 3 ilə buradakı 27 ixtisar gedər. Burada qalar 9. Bununla bu ixtisar gedər. Burada qaldı 2, burada qaldı 3. Bərabərdir. 2 bölünsün. Deməli 42-yə. 2 bölünsün 42. Yəni 42-də yox. Yenə ixtisar gedir. Getdi. 21-də 1. Cavab 21-də 1 eləməlidir. Kombinizonla gedilir bu ifadələr. Sonra ABC üçbucağında AB və AC tərəfləri mərkəzi O nöqtəsi olan çevrə uyğun olaraq K və S nöqtələrində toxunur. A, B, C. Bura deyir 40 dərəcə olarsa, qövsünün dərəcə ölçüsünü tapın. Burada biraz qıraqda çəkəcəm böyük ki, rahat işləyə biləm. Bu hissəsi deyir 40-dır. Bura 40-dırsa bura 90 dərəcədir. Özümü bilirəm. Nəyə görə? Çünki bu radiusdur. Radius əgər toxunana çəkilibsə bura 90 dərəcə eləyir uşaqlar. 90 dərəcədirsə deməli bura 50-dir. Nə istəyir ki bizdən? K, M, S qövsünü. Hə, buradakı qövsü istəyir məndən. Buradakı qövsün dərəcə ölçüsü də nə verir? Deməli, K, M, S qövsü. Deməli, K, M, S qövsü bərabər olur. Deməli, 180 çıxılsın neçəyə? 50-yə. Bura 50-dir. Burada 180-dir. Belə deyim də. Hə, düz dedim. Baxın, nəyə görə dedim? Buradan bura ümumi neçədir? 180 düzdür. Bu 180-ın 50-si bu hissədədir. Nə qədərsə qaldı? 180 çıxılsın 50. O da neçə elədi? 130. Cavabımız elədi 130. Baxın aşağıdakı fiqura. Aşağıdakı fiqur çətin gəlməzsiniz sizə. Çünki asan bir şeydir. Bir dənə kvadratdır. Qırağında da 1, 2, 3, 4 dənə deməli adı nədir? Üçbucaq. Deyir açılışı şəklində verilmiş düzgün piramidanın tam səthinin sahəsi bu qədər olarsa, apofeminin uzunluğunu tapın. 360'dır deyir bunu. Nəyi? Apofemin, aha. Birinci növbədə S oturacağı verib nə? 100. Mən bilirəm axı bu oturacağın sayısı 100-dürsə, mən bilirəm bu oturacaq kvadrat. Deməli A kvadratı bərabər 100-dürsə, yəni tərəfinin bir-birinə hasili 100-dürsə, deməli A-nın üzrü nəsədir? 10-dur. Tərəfi tapdım 10. 360'dan da ümumi sahədə axı 360'dan da 100'ün çıxanda nə qalır burada? 260. 260'dan mən 4'ə bölürəm. Niyə? Çünki 4 dənə bucaq var. 260'ı böldüm 4'ə. Neçə qalır burada? 65 qalır. Apofeminin uzunluğunu tapın. Oldu 65. Bir sahə. Yəni ki, elədi 65. Sonra nə edəcək? Hə. Baxın, üçbucağın sahəsi necə deməli hesablanırdı normalda? Hündürlük vurulsun tərəf. Hündürlüyü bizə verilməyib də. Elə bizdən elə hündürlüyü istəyir. Apofem o da oradakı. Hündürlüyü yəni ki, L. Burada eynidir. Həm hündürlüyü həm L eynidir. Deməli, tərəf də burada verilib 10. Deyir, L-i vur 10'a. Böl 2'yə bərabərdə 65'ə bərabər olar. Niyə? Çünki yenə deyirəm, üçbucağın sahə düsturu budur. Deməli, hündürlük
vurulsun 10 tərəfi bölünsün 2 bərabərdir 65-ə. L vurulsun 10 bərabərdir 130-a 130. Elim neçə eləyər? Heç nə 13. Mənim apofemin neçə elədi? 13. Cədvəldə deyir ki, bir qrupdakı tələbələrin boylarının uzunluqlarına görə sayları haqqında məlumat vermişdir. Bu qrupda deyir boyu 170-dən çox olan oğlanların sayını tapın. Deyir oğlan sayı 170-dən az y-dir, 170-dən çox 2y-dir. Hə, başa düşdüm. Bunu mən sistem təhlili heç nə. Y üstə gəl 3x bərabərdir 21. X 2y daha doğrusu üstə gəl x bərabərdir 17 şəklində yazaram. Aha. Mən aşağını götürüb -3-ə vuracam. -3 vuranın neçə eləyir? -6y çıxılsın. Çıxılsın 3x bərabərdir -51. Yuxarı ilə aşağını toplayıram. Toplayanda bu 3x-lər getdi ixtisar. Qaldı -5y bərabər 21-in üstünə -51 gəldi. Eləyir -30. Y-im neçə elədi? 6. Mənə nə istəyirdi? Deyir ki, oğlanların sayını tapın. 170-dən çox olan. Y tapmışam 2-dir. Gətirib yerinə qoyuram. 2y yazıb burada. Olanda. Bərabərdir. 2 vurulsun. Neçə? 6 tapmışdım da Y. Всё. 12. Cavab elədi 12. 2 vurulsun 6, 12. Yaxşı. 85-ci suala baxıram. 85-ci sualda bəs bizə nə verir? Verib ki, AM-in nöqtəsi, yəni parabolanın təpə nöqtələrdir. Bu funksiyasının uyğun parabolanın təpə nöqtəsidir. Aha. Birinci növbədə y bərabərdir x kvadratı minus 8x plus 18. Mən götürürəm bunu, asıram. Nə kimi açacağam? X minus 4-ün kvadratı plus 2 deməkdir bu. Söz açıb baxa bilərsiniz. Bu deməkdir. Bəs bu deməkdirsə, mənim bəs m-im neçədir? N-in neçədir? M burada eləyir müsbət 4. N isə eləyir burada neçə? Müsbət 2. Yəni ki, düstur belə m-nim yəni 4 ilə 2-dir. Yaxşı, sonra 4 ilə 2-dir, bunu bildim. Sonra oxuyuram. Bu funksiyanın qrafiki apsis oxuna, koordinat başlanğıcında və ordinat oxuna nəzərən simmetrik çevirmələri alınan parabolanın təpə nöqtələri uyğun olaraq BC və D nöqtələridir. ABC də uzaqsın perimesini hesablayın. Ya Allah. Paralel köçürülüb. Hə. Birinci deyir OX oxuna, apsis oxuna, yəni OX oxuna. OX oxuna çevriləndə 4 2 nöqtəsi tutaq ki, A nöqtəsidir də bu. Keçdi tutaq ki, hansı nöqtəyə? B nöqtəsinə deyir birinci. OX oxuna nəzər simmetrik deyəndə x qalırdı, y əksinə çevrilirdi. Düzdürmü? Bu 4-dür, bu isə -2 şəklində. Sonra isə deyir, nə olur? Deməli, koordinat başlanğıcına nəzərən deyin. Koordinat başlanğıcına baxın, hə. Koordinat başlanğıcına nəzərən deyəndə onda ikisinin də işarəsini dəyişdirirdim. -4, -2 şəklində. Sonra A nöqtəsi deyir, nəyə keçib? Ordinat oxuna nəzərən. Ordinat oxu nə deməkdir? OX oxu. Bu isə O0, 0 deməkdir. Yəni, koordinat başlanğıcına nəzərən. OX oxuna nəzərən deyəndə isə Y olduğu kimi saxlayırdım, x-in qiymətini dəyişirdim. Bu da D-dir. -4, Y. Yaxşı. İndi gətirəm bu B, C, D-ləri yerinə yazıram. B burada deməli x oxuna nəzərəndir. Tutaq ki, buradır. Nədir burada? Bunun deməli y-i -2-dir, amma x-in isə də müsbət 4-dür. Bura. Bu B-dir. Sonra koordinat başlanğıcına nəzərən, yəni ki, gəlib bura düşəcək C. Bax, bura nəzərən, koordinat başlanğıcına nəzərən. C tutaq ki, buradır. Həqiqətən də bura -4-dür. Bura -2-dir. İkisinin də qiymətini dəyişmişdik yadınızdasınız. -4, -2 demişdim. Baxın. -4, -2. Sonra
D-nin qiyməti isə bura düşəcək. Nöqtələr oralardır. Yəni ki, mənim y-im müsbət 2 olacaq. X-im isə -4. Bəli, doğrudur. İndi mənə nə deyir ki? Deyir bu dördbucağın perimetrini tap. Nə var burada? Baxın, buradan bura qədər 2-dir, buradan bura qədər 4-dür məsafələr. Baxın, buradan bura yox, bir dəqiqə. Çaşdım. Buradan bura qədər daha doğrusu nədir? 4-dür. Buradan bura qədər də 4-dür, düzdürmü? Deməli, bu məsafə elədir 4. İndi gəl bu birisi məsafəni tapaq. Buradan bura hündürlük. Baxın, buradan bura hündürlük 2-dir. Buradan burada hündürlük 2-dir həmçinin. Baxın, bu hissələrə. Bir belə baxırsınız, bir də belə baxırsınız. 2, 2. Toplayanda neçə elədi? 4. Bağışlayın, 4 ilə 4, 8 eləyir. Mən təzədən 4 yazmışam. Hə. Deməli, çəkdim belə təzədən. Bura, bir dəqiqə, burada çəkməm. Bura 4, bura 8. Deməli, avtomatik o birisi tərəfdə 8, bu birisi tərəfdə 4-dür. Perimetr nədir? 4 üstə gəl 8 vurulsun 2. 12-nin 2-yə vurulmasında eləyir 24. Deməli, cavabımız neçə elədi? 24. Vəsə, uşaqlar. Bu da 9 mart 2025 buraxılışının suallarının izahları.